Ay Tərlan, heç uşaqları istirahətə göndərəndə fikirləşmədiyi nə yeyəcəyik. Ay sən narahat olma. Ürəyin nə istəyir? Qardaşın sənin üçün hamısını təşkil eləsin də. Amma usta diyetadayam, belə çox şey lazım deyil ki. Biraz kartof toyuq qızartması, biraz pomidor yumurta, bir də soban salatı, başqa heç nə ehtiyac yoxdur. Gözlə. Fatimə bütün ərzaqları yığıb aparıb. Bu mənim qaynanamın başının altından çıxır. Mən sənə söz deyirəm. O arvad var ha, elə bil istirahət mərkəzinə yox, yaylağa qalxır əməlli başlı. Az qalıb ki, taxtım döşəyinə qədər özü ilə aparsın gedəndə. Ürəyimi sıxma. Sənin Ozyo kimi qardaşın var. Gir Ozyo tətbiqinə, sifarişini təsdiqlə, qalanını mənlik. Gözünü yum, aç, bütün ərzaqların hamısını tökün bura. Tərlan lap elə də yox da, bir şey sifariş edin. Halal diye. 25 dəqiqə 3 dənə qolun ətəri vurdular ha. Ozyo qardaşım nə tez gəldi. Ağzında Ozyo deyir səni. Tərlan, gəl keç mətbəxə yeməkləri pişir. Mən də Faiq qardaşımla futbola baxım. Ozyo, mən yemək bişirə bilmirəm axı. İncimə, mən ancaq alış-veriş, bir də kəşfə işinə baxıram. Heç mən də yemək pişirə bilmirəm. Ozyo. Ay Ozyo. Sən nə edirsən, nə orada? Ozyo marketdən sifariş verib özüm alış-verişə göndərirəm ki, yeməkləri mən pişirim. Aha, gəldi. Mənim sifarişim var, məni bağışlayın. Mən getdim.